Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugünkü mövzumuz pedaqoji və psixoloji yanaşmalarda Karl Jung'un psixoloji tiplər nəzəriyyəsi olacaq. Ümumiyyətlə, hər birimiz müəllim olaraq sinifə daxil olanda fərqli xarakterlərə, fərqli düşüncə tərzinə və məlumatı qəbul etmə formasına malik olan onlarla şagirdlə fərqlə qarşılaşırıq. Və niyə bəzi şagirdlər qrup işində canlanır, aktiv olur, digərləri isə fərdi şəkildə daha yaxşı nəticə göstərir? Niyə bəziləri üçün konkret faktlar vacibdir, bəziləri isə hadisələrin görünməyən tərəflərinə, ehtimallara daha çox önəm verir? Baxın, bu sualların cavabı məşhur İsveçrə psixoloqu Karl Jung'un psixoloji tiplər nəzəriyyəsində gizlənir. Bu gün biz sizinlə insanın daxili dünyasının və enerjisinin necə işlədiyini, informasiyanı hansı yollarla emal etdiyini və ən əsası bu fərqliliklərin təhsil mühitində necə böyük bir imkana çevrilə biləcəyini müzakirə edəcəyik. Bu nəzəriyyəni anlamaq bizə sadəcə psixoloji biliklər vermir təbii ki. Həmçinin bizə hər bir şagirdin potensialına gedən gizli yolu tapmaqda bələdçilik edir və gəlin indi öyrənmə prosesini maraqlı və hər bir fərd üçün daha məhsuldar etmək üçün Jung'un dünyasına bir səyahət edək. Çox maraqlı bir nəzəriyyədir və biz burada hətta özümüz də hansı psixoloji tipə aid olduğumuzu müəyyənləşdirə bilərik. Deməli, əziz müəllimlər, Karl Gustav Jung dediyi İsveçrə psixoloqudur. Bu barədə, yəni psixologiya dünyasında bir çox fəlsəfi əsərlərin müəllifidir həmçinin. Deməli, Karl Jung'a görə insanlar eyni hadisəni fərqli şəkildə anlayır və bu fərq onların daxili psixoloji düşüncələrini orientasiyasından daha doğrusu qaynaqlanır deyir. Ümumiyyətlə, Jung'un fikrinə görə insanlar bir-birindən fərqli davranmasını izah edən iki əsas psixoloji ölçü var. Bu psixoloji ölçülər hansılardır? Birincisi, enerjinin istiqamətidir. Bu ekstraversiya, yəni xarici aləm və introversiya, yəni daxili aləm olmaqla iki hissədən ibarətdir. Deməli, müəllimlə bir daha deyirəm, psixoloji ölçü iki istiqamətə ayrılıbdır. Birincisi enerjinin istiqamətidir, ikinci isə informasiyanın emalı funksiyasıdır ki, burada isə belə deyək də, dünyanı necə qavradığımız və qərarları necə verməyimiz baxımından fərqlənir. Bu da iki funksiyaya ayrılır. Qavrama funksiyaları, yəni məlumatı necə qəbul edirik. İkinci isə qərar vermə funksiyaları, yəni məlumatı necə dəyərləndirib qərar veririk. Deməli, gəlin əvvəlcə biz bu psixoloji ölçüdə ilk olaraq enerjinin istiqamətindən bəhs edək. Enerjinin istiqaməti dedik ki, ekstraversiya və introversiya olur. Düzdür? Ekstraversiya diqqətin xarici aləmə yönəlməsidir. İntroversiya isə diqqətin daxili aləmə yönəlməsidir. Belə deyək, ekstraversiya, yəni ekstravert şəxslərə aid bəzi xüsusiyyətlər var. Ekstravertlər kimlərdir? Dedik ki, xarici aləmə yönələnlərdir. Yəni, ekstravert şəxslər insanların arasında olmağı sevən insanlardır. Tək qalanda tez yorulurlar, tez darıxırlar, sıxıcı olur onlar üçün. Yeni insanlarla tanış olmaqdan qaçmırlar, çəkinmirlər. Çox vaxt ilk salamı da hətta verən ekstravertlər olur. Qrup işlərində, müzakirələrdə, təqdimatlarda özlərini daha rahat hiss edirlər. Duyğularını açıq şəkildə ifadə etməyə meyillidirlər. Hisslərini gizlətməkdə çətinlik çəkə bilər. Düzdür? Deməli, bunlar ekstravertlərə aid xüsusiyyətlərdir. Deməli, belə nəticəyə gəldik ki, ekstravertlər auditoriya içərisində, çoxluğun içərisində olmağı sevirlər və onlar üçün kənar düşüncələr, kənar fikirlər daha çox önəmlidir və tək qalmağı sevmirlər. Bunlar ekstravertlərə aid olan xüsusiyyətlərdir. Deməli, ekstravertlər xarici aləmdir.
Bəs introvertlər kimlərdir? İntrovert şəxslərə aid olan xüsusiyyətlər bunlardır. İntrovertlər səs-küylü, çox insanlı yerlərdə tez yorulurlar. Amma tək və ya az insanla daha dərin ünsiyyət qura bilirlər. Yəni bir-birlərinin tam əksidirlər də ekstravertlərlə və introvertlər. Daha sonra introvertlər danışmazdan əvvəl fikrini beynində bişirir, düşünməyi dinləməkdən çox sevir. Az, amma güvəndiyi insanlarla yaxın dostluğa üstünlük verir. Tədricən açılır, dərhal özünü göstərmir, amma tanındıqca çox zəngin daxili dünyası ortaya çıxır. Müşahidəçidir, detallara, insanlar arası incə dəyişikliklərə diqqət edir. Baxın, introvertlərlə ekstravertlərin fərqləri bundan ibarətdir. Yəni ekstravertlər daha ünsiyyətcil, başqaları ilə ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, müzakirə aparmağı sevir, amma introvertlərin isə öz daxili aləmi var. Bəzən, belə deyək də, çox vaxt səhvən elə bilirlər ki, introvertlər utancaqdılar, ekstravertlər isə danışandılar. Yəni əslində introvertlərin belə olması onların utancaq olması mənasında deyil. Təbii ki, utancaq deyillər. Belə düşünək də, söhbət enerjidən gedir. Görürsüz, deyirik enerjinin istiqaməti ikiyə ayrılıbdır. Ekstravertlər və introvertlər. Baxın, ekstravertlər o enerji bateriyasını insanlarla ünsiyyətdən doldurur. Introvertlər isə tək qalaraq o enerjilərini doldururlar. Yəni insanlar iki cür olur. Məsələn, özünüzdə müşahidə edin. Siz məsəl üçün belə deyək də, belə bir sual verim sizə. Ağır bir iş günündən sonra tək qalıb kitab oxumaqla dincəlirsiniz, yoxsa mütləq kiminləsə görüşüb danışmalısınız ki, dincələsiniz? Bax, bu sualın əslində cavabını verəndə öz psixoloji tipinizi müəyyənləşdirmiş olursunuz. Məsələn, mən ağır iş günündən sonra desəz ki, evdə qalıb sakit, huzurlu bir gün olsun, sakitcə kitabımı oxuyum, musiqimi dinləyim, öz aləmim, öz daxili aləmim var. Bu zaman daha enerjili oluram. Daha çox o deyir bateriya, enerji bateriyam daha çox dolur, düzdür? Amma bəziləri də deyir ki, yox, mən gərək ağır iş günündən sonra sevdiklərimlə bir arada olum, bir yerdə söhbət eləyək, görüşək, harasa çıxaq gedək. Yəni bu şəkildə enerjimi bərpa edirəm. Bax, hansısınız siz? İntrovertsiz, yoxsa ekstravertsiz? Bax, bunu əsasən siz öz psixoloji tipinizi müəyyənləşdirəcəksiniz. Deməli, əziz müəllimlər, Karl Jung'un psixoloji tiplər nəzəriyyəsində iki əsas psixoloji ölçüdən biri olan enerjinin istiqamətindən bəhs etdik. Biz artıq bildik ki, enerjinin istiqaməti iki hissəyə yönəlir. Bir, daxili aləmə, yəni introversiyaya, iki, ekstraversiyaya, yəni diqqətin xarici aləmə yönəlməsi. Bunlara aid xüsusiyyətləri də qeyd elədik. İndi isə psixoloji ölçünün ikinci hissəsi olan, ikinci amili olan informasiyanın emalı, yəni psixoloji funksiyalardan bəhs eləyəcəyik. Deməli, informasiyanın emalı zamanı, yəni insanın dünyanı necə qavradığını, qərarları necə verdiyini izah edir təbii ki bu. Bu səbəbdən də Jung emal prosesinin özünü də deyir iki kateqoriyaya bölür. Birinci də qavrama funksiyasıdır, yəni məlumatı necə qəbul edirikdir bu. Bu özü iki hissədən ibarət olur, duyğu və intuisiya. Deməli, müəllimlər, qavrama funksiyasına nələr daxildir? Məlumatı necə qavradığımız. Bu da iki cür olur, duyğu və intuisiya ilə. İkinci kateqoriya isə qərar vermə funksiyasıdır. Yəni, məlumatı necə dəyərləndirib qərar verirəm. Bu da iki hissədən ibarətdir. Düşünərəkmi, hiss edərəkmi qərar veririk. Baxın, indi gəlin bunlarla ayrı-ayrılıqda tanış olaq. Qavrama funksiyasında dedik iki cür yanaşma var, duyğu və intuisiya. Duyğu odur ki, faktlara, detallara və real təcrübələrə əsaslanan qavrayışdır. Yəni, 5 duyğu orqanı vasitəsilə alınan məlumatlara etibar etmək deməkdir. Məsələn, eşidərək, görərək, nə bilim, qoxlayaraq, hiss edərək, toxunaraq, yəni bununla əldə etdiyim məlumatlara etibar etməyim deməkdir. Yəni burada faktlar var, detallar var və real təcrübələr var.
Duyğunu belə yadımızda saxlayırıq. İntuisiya nədir? Bəzən deyirsiniz, mənim intuisiyam daha güclüdür. Düzdür? Yəni intuisiya odur ki, gizli əlaqələr, ehtimallar, gələcəyə dair imkanları görmək, məlumatın arxasındakı o mənanı hiss etmək deməkdir. Yəni gələcək barəsində o deyirik, ehtimal irəli sürürük. Deyirəm ki, mənim intuisiyam güclüdür, mən düşünürəm ki, bu belə olacaq. Düzdür? Bax bu nədir? İntuisiyadır. Deməli, qərar vermə funksiyasında isə düşünmə və hiss etmə var. Düşünmə nədir? Düşünmədə odur ki, məsələn, mən qərar verərkən nə edirəm? Düşünürəm də. Necə düşünürəm? Məntiqi, daha obyektiv, daha analiz edərək, əsaslandırılmış qərarlar verirəm. Düzdür? Düşünürəm. Bu şəkildə düşünərək qərar verirəm. İkinci məqamda isə hisslərimlə qərar verirəm. Məsələn, dəyərlər, münasibətlər, empatiya, insanı meyarlara əsasən qiymətləndirmə deməkdir. Yenə təkrarlayıram, qavrama funksiyasında biz məlumatı necə qavrayırıq? Duyğularımızla və intuisiya ilə. Qərar vermə funksiyasında isə biz məlumatı necə dəyərləndirib qərar veririk? Düşünərək və hiss edərək. Gəlin indi bunlar haqqında da ayrı-ayrı danışaq, daha da dərinləşdirək. Deməli, gəlin daha dərinləşdirək. Qavrama funksiyasında duyğu nə deməkdir? Duyğu dediyimiz zaman deyirik ki, faktlara, detallara, real təcrübələrə əsaslanan qavrayış. Yəni 5 duyğu orqanı vasitəsilə alınan məlumatlara etibar etmək deməkdir. Duyğu funksiyasının güclü olan şəxslər necə olurlar? Baxın, duyğu funksiyası güclü olan şəxslər dünyanı real, konkret, praktiki şəkildə görürlər. Detallara, fiziki reallığa diqqət edirlər. Yəni bunlarda konkretçilik var da. Burada və indi deyilən anda yaşayırlar, faktlarla danışırlar, abstrakt məna axtarmaqdansa gördüyünü, eşitdiyini və toxunduğunu əsas tutur. O 5 duyğu orqanı deyirdik ha. Bax bu da ona aiddir. Gördüyünü, eşitdiyini, toxunduğunu əsas tutur. Dəyişiklik və yenilikdən çox təcrübəyə və reallığa güvənir. Deməli, duyğuda nədir? Fakt var, konkretlik var, reallıq var. Düzdür? Mən abstrakt düşünmürəm burada. Mən konkret faktlarla düşünməyə başlayıram. Gördüyümə əsasən məsələn düşünürəm, eşitdiyimə əsasən fikir yürüdürəm. Bax bu aiddir. Məsələn, nümunədə qeyd edir. Deyir, müəllim sinifə girir və deyir, sinif çox soyuqdur. Düzdür? İndi duyğu funksiyası olan şəxs necə düşünər? Məsələn, müəllim girirsə, deyir ki, hava çox soyuqdur. Duyğu dedik ki, nədir? Reallığa, konkretliyə baxır, düzdür? Məsələn, duyğu funksiyası güclü olan şagird düşünür ki, həqiqətən temperatur aşağıdır. Pəncərə açıqdır. Görürəm axı. Bu mənim duyğu orqanlarımdan biri görmədir. Görürəm axı, pəncərə açıqdır. Bu faktdır, konkretdir. Termometr 16 dərəcəni göstərir. Yəni faktlara baxır və real konkret məlumatı qəbul edir. Bax bu duyğu funksiyasında olan insana aid bir xüsusiyyətdir, funksiyadır. Konkretlik var, fakt var. Mən gördüyümə, eşitdiyimə, məsələn deyirik, inanırıq. Görürəm və öz qulağımla eşidirəmsə, bu belədir, konkret. Bax bu olacaq nə? Duyğu. Duyğuya aiddir. Yaxşı. Keçdik belə deyək də digər məsələyə. Yəni intuitiv, yəni intuisiya. İntuisiyada olan insan bəs necə olur? İntuisiyada olan gizli əlaqələri, ehtimalları, gələcəyə dair imkanları görmək, məlumatın arxasındakı mənanı hiss etməyə çalışırlar. Yəni bunlar biraz ehtimallara gedirlər də, belə deyim. Məsələn, duyğuda olanlar daha konkretçidirlər. Amma intuisiyada olanlar ehtimallara gedirlər. Baxın, burada olanlar, bu insanlara aid funksiya odur ki, daha çox gələcəyə yönəlirlər. Hadisələrdə imkan və ehtimalları görürlər. Faktlardan çox mənalara və obrazlara diqqət edirlər. Nümunələrin arxasında məna və tendensiya axtarırlar. Gələcək nəticələri tez hiss edir və proqnozlaşdırırlar. Deməli, intuisiyada nə var? Gələcəyə dair ehtimal və proqnozlaşdırma var. Yəni belə bu insanlar faktlardan çox bunlara yönəlirlər. Məsələn, nümunəyə baxaq. Müəllim yenə deyir, sinif çox soyuqdur. İndi gəlin görək,
intuisiyası güclü olan şəxs nə cavab verir? Bəlkə deyir müəllim bizi başqa sinifə keçirmək istəyir. Bəlkə də müəllim yorğundur və bu şikayət onun halından xəbər verir. Yəni bir sözdə görürsüz, konkretlikdən çox gedir ehtimalları. Yəni sözün arxasındakı ehtimalları, mənaları və gələcək nəticələri düşünür. Yəni konkretliyə baxmır da, ehtimallara baxır. Proqnozlaşdırır, ehtimal verir. Yəni gələcək nəticələri düşünür. Bax bu isə nədir? İntuisiyaya aiddir. Deməli, duyğu tipi olan şagird üçün mənə fakt göstər, konkret nə edəcəyimidir, yanaşması əsasdır. İntuitiv şagird isə bunun mənası nədir, gələcəkdə nə olacaq sualına cavab axtarırlar. Məsələn, tarix dərsində biri tarixi və adları məsələn deyir, bu duyğudur. Digərisi hadisələrin səbəb-nəticə əlaqələrini, yəni gələcəyə doğru məsələn bir ehtimallar irəli sürür. Bu isə intuisiyadır. Düzdür? Yaxşı. Deməli bu bizim birinci funksiyamızın aid olanları idi. Duyğu və intuisiya. Gəlin indi informasiya emalının ikinci funksiyası olan qərar vermə funksiyasından bəhs edək. Qərar vermə funksiyası nədir? Yəni məlumatı necə dəyərləndirib qərar veririk. İki məqamla bunu edirik. Birincisi düşünmədir, ikincisi hiss etmədir. Yəni belə deyək də, daha açaq, qərar vermə, yəni seçimlərimizi nə idarə edir? Biz bir məsələ barəsində qərar verəndə, yəni seçim edəndə bunu nə idarə edir? Hisslərimiz, yoxsa düşüncələrimiz? Bax bu belə deyək də, yanaşma ilə daha doğrusu məsələyə yaxınlaşırıq. Gəlin indi baxaq. Düşünmə nədir? Düşünmədə məntiq, obyektiv analiz və ardıcılığa əsaslanaraq qərar vermək var. Düşünmə funksiyası güclü olan şəxs necə olmalıdır? Qərar verərkən şəxsi münasibəti deyil, məntiqi nəzərə alır. Deməli, düşünmədə nə var? Məntiq var. Ədalət var, sistemlilik var, obyektivlik var, faktlar var. Baxın, deməli, duyğuda olan kimi düşünmədə də nə var? Fakt var. Hadisələri səbəblərinə görə başa düşməyə çalışırlar. Bir şeyə inanmaq üçün məntiqi dəlil və struktur axtarırlar. Deməli, burada da nə var? Düşünmə. Məsələn, mən bir seçim edərkən, bir qərar verərkən, əgər düşünmə funksiyası ilə edirəmsə bunu, daha məntiqi yanaşıram məsələyə. Və yəni qərar verərkən daha məntiqi, daha faktlarla, daha obyektiv, daha ədalətli şəkildə yanaşaraq seçim edirəm, qərar verirəm. Məsələn, nümunəyə baxaq. Müəllim qrup tapşırığını bölmək istəyir. Düşünmə funksiyası güclü olan şagird belə yanaşır. Kim hansı işdə daha bacarıqlıdır? O işi ona verək. Görürsüz, daha məntiqi düşünür də. Tapşırığı tez bitirmək üçün iş bölgüsü məntiqi olmalıdır. Ən effektiv həll yolunu tapmaq. Burada qərar obyektiv meyara əsaslanır. Yəni, düşünmə funksiyasında olan şəxs məntiqi cəhətdən məsələyə yanaşır, daha obyektiv qərarlar verir. Bu, düşünməyə aiddir. Bəs qərar vermədə hiss etmə nədir bəs? Hiss etmədə artıq burada faktlardan çox münasibətlərə önəm verilir. Dəyərlər, empatiya, insani meyarlar əsas tutulur, qiymətləndirilir. Yəni, hiss etmə funksiyası güclü olan şəxs necə olur? Qərar verəndə başqalarının hisslərini də nəzərə alır. Yəni, empatiya güclüdür burada. Münasibətlərdə mehribanlıq, harmoniya axtarır. Nə düzgündür? Sualını etik və dəyər baxımından dəyərləndirir. İnsanlara təsirini düşünmədən qərar vermir. Konfliktləri yumuşatmağa, uyğunluq yaratmağa çalışır. Hiss funksiyasının əsas sualı budur ki, bu qərar münasibətlər və dəyərlər baxımından nə qədər uyğundur. Deməli, burada isə biz seçim edərkən, qərar verərkən hisslərimizlə məsələlərə yanaşırıq. Daha empatiya quraraq və başqalarını da nəzərə alaraq qərarlar verməyə çalışırıq. Yəni, düşünmədə daha obyektiv, ədalətlilik, konkretçilik var idi. Hiss etmədə isə daha çox hisslərimizlə əsasən verdiyimiz qərarlar var. Məsələn, eyni nümunəni burada qeyd eləyək. Məsələn, eyni qrup tapşırığı zamanı
Hiss etmə funksiyası güclü olan şagird belə düşünəcək. Heç kim kənarda qalmasın, hər kəs özünü yaxşı hiss etsin. Görürsüz, biz empatiya qurmağa çalışırıq burada. Ki, yəni kimsə kənarda qalmasın, birdən pis olar deyə düşünürük. Ən çox çətinlik çəkən uşağa sadə hissəni verək. Yenə də nədir? O deyir, yumşaq tərəfimizdən baxırıq da məsələyə. Yəni deyirik ki, qoy bu çətinlik çəkir, qoy buna sadəni verək də. Üzvlər arasında konflikt olmasın. Yəni biz burada ancaq ortamı yumşaq tutmağa çalışırıq. Münasibətləri o deyir yumşatmağa çalışırıq ki, bu nədir? Hiss etmə funksiyasına aiddir. Deməli, düşünən tip üçün ədalət və məntiq hər şeydən üstündür. Hiss edən tip üçün isə münasibətlər və emosional harmoniya vacibdir. Deməli, bu isə hiss etmə və düşünmə funksiyalarıdır. İndi biz 2 dənə ölçüdən bəhs elədik. Düzdür müəllimlər? Bir enerjini istiqaməti dedik. Bu ekstravert, introvert. İkinci isə informasiya emalı, yəni funksiyadan bəhs elədik. Qavrama və qərar vermə. Bunlar da öz növbəsində ayrıldı. Duyğuya, intuisiyaya, düşünmə və hiss etməyə ayrıldı. İndi gəlin bunları birləşdirək. Yəni enerji ilə informasiya funksiyasını birləşdirək. Və Carl Jung nəzəriyyəsində bu 2 enerjini, yəni ekstraversiya və introversiya ilə bu 4 dənə funksiya saydığı düşünmə, hiss etmə, duyğu, intuisiya. Bunları deyir kombinasiya edərək 8 əsas psixoloji tip müəyyən edibdir. Aha. Deməli bunların əlaqələndirilməsindən bizim əlimizə nə gəlibdir? 8 psixoloji tip. İndi gəlin bu 8 psixoloji tipdən bəhs edək. Hansı bu 8 psixoloji tip hansıdır? Deməli ekstravert düşünmə, ekstravert hiss etmə. Ekstravert duyğu, ekstrovert intuisiya. Eyni ilə introvertə də eyni. Introvert duyğu, introvert intuisiya, introvert düşünmə, introvert hiss etmə. İndi gəlin bunların ayrı-ayrılıqda nə demək? Yəni artıq əlaqələndirək də bunları. Məsələn, ekstravertlər xarici təsir aləmə yönələnlərdir, düzdür? İndi görək bu ekstravertlərdə duyğu, düşünmə, intuisiya, hiss etmə necə olur? İntrovertlərdə duyğu, intuisiya, hiss etmə və düşünmə necə olur? Bax bunlara baxacağıq indi. Deməli, başlayaq. İlk olaraq ekstravert düşünmədən bəhs edək. Ekstravert düşünmə. Deməli, ekstravert düşünmədə nəyə diqqət edirik? Ümumiyyətlə, dedik düşünmədə nə idi? Məntiqlik vardı, konkretlik vardı, obyektiv qərar vermə var idi. Baxın, deyir qərarlarını məntiq və obyektiv analiz əsaslandırır. Onlar deyir hadisələri və məlumatları açıq şəkildə qiymətləndirir, məntiqi yollarla nəticəyə çatmağa çalışırlar. Deməli, ekstravert düşünmədə olanlarda xüsusiyyət belədir. Məsələn, bir komanda layihəsində ekstravert düşünmə tipli şəxs hansı addımlara atılacağını planlayır, resursları bölüşdürür və hər kəsin vəzifələrini effektiv yerinə yetirməsini təmin edir. Deməli, ekstravertlər qrup işlərini sevirlər axı. Deməli, əgər ekstravert qrup işini sevirsə, ekstravert düşüncədə olan insan da obyektiv, konkretli yanaşmalar göstərəcək, düzdür? Və şəxsi hisslərindən çox məntiqi yanaşması üstün tutacaq burada. Bu ekstravert düşünmədir. Bəs ekstravert hiss etmədə necə olacaq? Dedik, ekstravertlər xarici aləmə yönəlirlər. İndi bunların hiss etməsi necə olacaq? Təbii ki, qərarlarını şəxsi dəyərlərə və sosial münasibətlərə görə verirlər. Ekstravert hiss etmə tipi olan insanlar qərarlarını daha çox sosial harmoniya, münasibətlər və başqalarının hisslərinə əsaslanaraq verirlər. Yəni, başqalarını anlayaraq, empatiya quraraq. Onlar üçün ən vacib olan ətrafdakı insanların özlərini necə hiss etməsidir. Bu səbəbdən seçim edərkən yalnız öz dəyərlərini deyil, həm də kollektivin rifahını, emosional balansını nəzərə alırlar. Məsələn, dostları arasında fikir ayrılığı yarananda ekstrovert hiss etmə tipi bir problemi həll etmək üçün aktiv şəkildə vasitəçilik edir, hər kəsin özünü dəyərli və
eşidilmiş hiss etməsinə çalışır. Yəni ünsiyyətcil, empatik, anlayışlı, sosial münasibətləri gücləndirməyə çalışan şəxslərdir. Ekstravert hiss etmədə olanlar. İndi bunlar deyəndə hansı tipdə olduğunuzu da müəyyənləşdirin də. Yəni gördüyünüz kimi ekstravert düşünmədə olanlar münasibətlərdə dəq dəqiqliyə, etibarlılığa, faktlara, məntiqə əsaslanırlar. Amma ekstravert hiss etmədə olanlar isə başqaları ilə ünsiyyətdə olanda daha çox başqasını anlayaraq, onun nə hisslər keçirdiyini, yəni empatiya quraraq və anlayış göstərərək belə deyək də qərarlar verməyə çalışırlar. İndi isə baxaq, ekstravert duyğuda tipində olan insanlar necə olurlar? Duyğuda deyirdik nə var idi? Faktlar, detallar, real təcrübələr və 5 duyğu orqanı vasitəsilə alınan məlumatlar var idi. Bu tip insanlar dünyanı əsasən 5 duyğu vasitəsilə qavrayırlar və bu daha doğrusu diqqətlərini xarici mühitdəki konkret faktlar və detallara yönəldirlər. Onlar üçün ən etibarlı məlumat gördükləri, ölçə bildikləri şeylərdir. Praktik düşünün, real müşahidələrə əsaslanan qərarlar verirlər. Deməli, ekstravert duyğuda olanlar bayaq da, yəni az öncə də dediyimiz kimi gördüklərinə, eşitdiklərinə əsasən məsələni qavrayırlar, məlumatı qavrayırlar. Məsələn, bazara gedəndə deyir, məhsulların keyfiyyətini, toxunmasını, görünüşünü və qiymətini diqqətlə müqayisə edərək ən uyğunu olanı seçirlər. Düzdür? Yəni toxunaraq, görərək və hiss edərək bunu edirlər. Yəni duyğu orqanlarından istifadə edərək. Bu ekstravert duyğudur. Yaxşı, bəs ekstravert intuisiya nədir? İntuisiya dedik, gələcəyə ehtimallar düşünənlərdir. Bu tip insanlar xarici dünyada nümunələri, dəyişiklikləri və gələcək imkanları tez görürlər. Konkret faktlardan daha çox bu faktların nəyə işarə etdiyini, hansı ehtimallara yol aça biləcəyini düşünürlər. Onlar üçün yenilik və ideallar motivasiya mənbəyidir. Məsələn, bazarda yeni yaranan bir trendi görüb, bunun gələcəkdə hansı biznes və ya inkişaf imkanlarına çevrilə biləcəyini dərhal təsəvvür edirlər. Yəni, ekstravert intuisiyada olanlar baş verənlər barəsində gələcək intuisiyalarını, yəni gələcək ehtimalları düşünərək dilə gətirirlər ki, bu da ekstravert intuisiyaya aiddir. Deməli, ekstravertlərə aid olanları dedik. Həm duyğunu, həm hiss etmə, həm düşünmə, həm də intuisiyanı. İndi gəlin introvertlərdə bunları qeyd edək. Görək introvert duyğuda olanlar necə olurlar? Deməli, introvertlər kimləridir? Daxili aləmə yönələnləridir. Öz dünyaları vardır, öz daxili dünyaları var belə insanların. Deməli, bu tip insanlar reallığı daha çox öz daxili təcrübələri, xatirələri, şəxsi hissləri vasitəsilə qiymətləndirirlər. Yəni, xarici faktların nəzərə alsalar da, qərarlarında əsas rolu onların öz keçmiş təcrübələrindən doğan subyektiv hisslər oynayır. Aha, deməli, introvertlər üçün xarici yox da daxili faktlar daha çox önəmlidir. Yəni, onlar üçün öz təcrübələri əsas rol oynayır və buna əsasən, öz təcrübələrinə, xatirələrinə əsasən, belə deyək, fikirlərini, qərarlarını verirlər. Məsələn, hər hansı bir seçim edərkən illər əvvəl yaşadığı bənzər bir situasiyanı xatırlayır və həmin təcrübənin yaratdığı hisslərə əsasən riskləri qiymətləndirir. Bu introvertlərdir. Yəni görürsüz, yəni öz təcrübəsinə əsaslanır. Yəni ekstravertdə bunu tam fərqli dedik. Düzdür? Deyirdik ki, bazara gedir, görür, toxunur. Bu nədir? Duyğu orqanları ilə. Ekstravert duyğu idi. Amma introvert duyğu isə öz şəxsi təcrübəsinə, keçmiş təcrübələrinə əsaslanaraq qiymətləndirir. Bu introvert duyğuya aiddir. Yaxşı, bəs introvert intuisiya nədir? İntuisiya dedik, gələcəyə ehtimallar edəndir. İntrovertdə daxili aləmdir. İndi bunları birləşdirsək necə bir şey ortaya çıxar? Bu insanlar daha çox daxili qavrayışa əsaslanır və mürəkkəb nümunələri, əlaqələri sakit düşüncə içində müəyyən edirlər. Onlar üçün dərin anlayış xarici müşahidədən çox daxili düşüncədən gəlir. Problemləri deyir, səssizcə analiz edir, gözlənilməz yaradıcı həllər tapa bilirlər. Məsələn, qarışıq bir məsələ ilə üzləşəndə çox danışmadan
onu daxilən analiz edir və birdən ortaya orijinal, fərqli bir həll yolu çıxarır. Bunlar kimlərdir? İntrovertlər. Deməli, introvert intuisiyada olanlar bu şəkildə yanaşır məsələlərə. Yaxşı, bəs introvert düşünmədə olanlar necədir? Düşünmə nə idi? Konkretlik, düzdür? Məntiqi düşünmə deyirdik. Bəs introvertlər sizcə necə olarlar? Təbii ki, daxili məntiqə əsaslanacaqlar. İntrovert düşüncədə olan insanlar məlumatı əsasən öz daxilində sakit və dərin düşünmə prosesi vasitəsilə analiz edirlər. Onlar qərar verməzdən əvvəl uzun müddət bunu analiz edəcəklər. Hər detalı öz daxili məntiqi strukturlarına uyğun şəkildə dəyərləndirəcəklər. Məsələn, yeni bir ideya qarşılaşanda introvert düşünmə tipli şəxs onu dərhal paylaşmır və tətbiq etmir. Əvvəlcə öz-özünə düşünür, ideyasının güclü zəif tərəfini müəyyənləşdirir, daxili məntiqinə uyğun şəkildə formalaşdırır, daha sonra əmin olduqda ideyanı həyata keçirir və yaxud da başqası ilə bölüşür. Yəni introvert düşünmə insanları adətən sakit analiz etməyə yönəlibdir və dərin düşünən, öz daxilində tutarlı məntiqlər axtaran insanlardır. Deməli, introvert düşünmədə olanlar öz daxili aləmində məntiqi düşüncə apararaq sonra bir işi görürlər. Bu introvert düşünməyə aiddir. Bəs yaxşı, introvert hiss etmədə olanlar necə olacaq? Hiss etmə nə idi? Hisslərimiz, emosiyalarımız, nə bilim, empatiya qurmağımız idi. İndi burada daxili dəyərlərimizlə bunu edəcəyik. Yəni, qərarlarını daxili dəyərlərə və şəxsi inancına görə verirlər. Məsələn, əxlaqi prinsiplərə uyğun seçim edirlər. İntrovert hiss etmə tipində olan insanlar qərarlarını əsasən öz daxili dəyərləri, şəxsi prinsipləri və mənəvi inanc sistemi əsasında verirlər. Yəni, onlar üçün vacib olan başqalarının nə düşündüyü deyil, ha. Deməli, introvert hiss etmədə introvertlər üçün önəmli başqasının düşüncələri deyil, öz iç dünyalarında. Əgər bu məsələn doğru hesab edirlərsə, doğru fikirləşirlər, doğru qərar verirlər. Bu insanlar çox vaxt emosiyalarını açıq şəkildə ifadə etmirlər, hisslərini daxilən dərin şəkildə yaşayırlar və davranışlarını səssiz, sabit bir dəyər sisteminə əsaslandırırlar. Məsələn, bir vəziyyətdə ətrafdakılar ondan fərqli bir qərar gözləsələr belə, əgər bu seçim onun şəxsi əxlaqi prinsipinə uyğun deyilsə, həmin addımı atmayacaqlar. O daxili vicdanına zidd getməməyə üstünlük verəcəklər. Deməli, artıq anladıq ki, introvertlərdə daxili aləmdirsə, hiss etmə deyəndə də onların daxili aləmindəki olan hisslərindəndir. Yəni, burada önəmli olan odur ki, mən nə hiss edirəm? Deməli, introvert hiss etmədə nədir? Mənim nə hiss etdiyim, mənim şəxsi düşüncələrimdir. Məsələn, ekstravert kənardakıları düşünərək, empatiya quraraq hiss edirdilərsə, introvert hiss etmədə olanlar özlərini düşünürlər. Öz şəxsi təcrübə, daha doğrusu şəxsi hisslərini ön plana qoyurlar. Bunlar isə introvertlərə aiddir. Deməli, müəllimlər, bu 8 tipin 8-i haqqında da danışdıq. Hər birisinin özünə məxsus xüsusiyyətləri var. İstər ekstravertlər olsun, istərsə introvertlər olsun, hər birisinin özünə məxsus xüsusiyyətləri olacaq. Deməli, ekstravertlər yenə də qeyd edirəm, xarici aləmə əsasən duyğularını, hisslərini, düşüncələrini və intuisiyalarını yaşayırlar. Introvertlər isə daxili aləmlərinə əsasən duyğu, hiss, düşüncə və intuisiyalarını yaşayırlar. Yəni, hər birisinin xüsusiyyəti özlərinə məxsusdur. Və nəyi qeyd edək burada müəllimlər? Ümumiyyətlə, psixoloji tipləri anlamağın vacibliyi və təhsildə tətbiqi var. Təbii ki, hər bir müəllim olaraq bu tipləri bildikləri zaman təhsildə tətbiqi də onlar üçün daha rahat olur. Həm belə deyək də, şagirdlərin inkişafı baxımından, həm təhsilin düzgün qurulması baxımından əhəmiyyət daşıyır. Çünki biz dedik ki, şagirdlər, uşaqlar fərqli olurlar, onların hissləri, davranışları, düşüncələri, yəni fərqli olur, düzdür? Və biz bunu müəyyənləşdirmək üçün Jungun nəzəriyyəsinə əsaslanmalıyıq və Jungun nəzəriyyəsi də bizə göstərir ki, doğru və yanlış öyrənmək və ya düşünmə üsulu yoxdur. Sadəcə fərqli psixoloji üstünlüklər mövcuddur.
Və bu yanaşma nəyə kömək edir? Eyni dərs materialının müxtəlif şagirdlər tərəfindən fərqli şəkildə qavranıldığını nəzərə almağa kömək edir. Təlim prosesini daha inklüziv, daha çevik edir. Daha sonra müəllim tiplər arasında fərqləri anlayanda dərs prosesində hər bir şagirdin psixoloji üstünlüklərini də nəzərə ala bilir. Psixoloji tiplərin tanınması həm də sinifdə empatiyanın, qarşılıqlı anlaşmanın güclənməsinə kömək edir. Yəni hər bir fərdin özünə məxsus təbii ki, düşünməsi, öyrənmə üsulu olduğu üçün biz bunları bildiyimiz zaman daha məqsədyönlü olur. Və yekun olaraq da bunu bir daha qeyd edim ki, Jung deyirdi ki, iki insanın qarşılaşması iki kimyəvi maddənin təması kimidir. Əgər reaksiya baş verərsə, hər ikisi deyir transformasiyaya uğrayır. Yəni bizim də məqsədimiz şagirdlərimizlə o doğru reaksiyanı yaratmaqdır. Buna diqqət eləməliyik. Və son olaraq da sizə belə bir maraqlı bir sual verim və bunu dərs zamanı müzakirə də edə bilərik. Düşünə bilərsiniz bu sual ətrafında və bunu müzakirə edə bilərik. Məsələn, sualım belədir ki, sizcə bu 8 tipdən hansı bizim təhsil sistemimizdə daha rahat uyğunlaşır? Yəni belə bir müzakirə sualı verirəm. Bu sualın ətrafında da fikirləşib cavablarınızı qeyd edərsiniz.